Amma sən aktyorları iflic eləmirsən səhnədə. Aktyoru bədbəxt eləmirsən, yazıq eləmirsən sən. Sən hansı rejissorudan danışırsan? Bu bir tərəf. Sən gör nə qədər xəbirsən ki, iclasdan təxminən 4-5 saat qabaq Nurəddin Mehdixanlı mənə zəng edir ki, sən getmə iclasa. Dedim, niyə görə? Dedi, teatrda bir dənə qoçu peyda olub, Füzuli Hüseynov adında. Ömründə bir qəzet oxumayan, ömründə bir kitab oxumayan, ömründə bir elmdən xəbərsiz belə bir adam Mehriban Əkbərdə səni onunla vuruşturacaq. Dedim, mən Nurəddin, mənim Füzuliyə nə işim var, yemək ona vuruşmalıyam. Dedi, sənə deyirəm, getmə. Mən bunu nazirə də dedim, bütün kollektivin gözünə baxın. Nurəddin də yanımda oturur. Dedim, bu Nurəddin 10 dəfə mənə deyir ki, getmə, səni vuruşturacaq. Və gəldim, Mehriban Əkbərdə gələn ki, mənə deyir ki, dur danış kino. Dedim, yox, mən danışmaq istəmirəm. 4 aktyoru, əməkdar artist Füzuli Hüseynov, xalq artisti mən, xalq artisti Rafiq Əzimov, xalq artisti Sabir Məmmədov, direktor, ədəbi hissə müdiri xalq artisti Zemfira Nərmanov. Biraz keçdi, Füzuli durdu. Yaxşıdır teatrımız, qızı mən gətirmişəm, bura mən aktyor gətirəcəm, aktrisa gətirəcəm, əcəb eləyib gətirəcəm. Kimin ağzı var danışsa, dilini çıxardaram boğazından. Belə şey aktyora yaraşır. Sən kimsən ağa? Teatrın direktoru var, bəli. Sən kimsən Füzuli? Rejissor sənətin təhlil elədim ki, bu teatrın estetikası, bu teatrın deməli məntiqi cəhətdən bunun ideyasına cavab verən, ideologiyasına cavab verən rejissorlar burada tamaşa qoyulmalıdır. Mən deməmişəm ora aktrisa gəlsin, gəlməsin, o icrası ilə söhbət olmayıb. Rejissor təhlil eləmişəm mən ki, təsadüfün məhəllə rejissorları gəlir, bu teatrın estetikasını bilmir. Bu teatrda hər adam tamaşa qoya bilməz. Bu teatr nəhəng bir teatrdır. Burada qoyulan tamaşa hadisi olmalıdır, şöhrətli olmalıdır. Bura eksperimental teatr deyil. Məsələn, Yux teatrıdır, Gənclər teatrıdır, başqa teatrlar. Orada eksperiment eləmək olar, mal səhnədə, Azdıramanın kiçik səhnəsi var. Orada eksperiment olar, amma böyük səhnədə eksperiment ola bilməz. Orada hadisə yaradan, monumental, nəhəng, bütün dünyaya səs salan tamaşa qoyulmalıdır. Bu tamaşanı qoyan rejissor varsa gəlsin. Yoxsa uşağın bu teatr nə iş var? Yaxşı, Mehriban Əkbərdə, sən teatra qan salmağa gəlmişsən. Əgər Füzuli məni vursaydı, mən onun qolunu vurub sındıracaqaydım, boynunu sındırıb şəlpə kimi atacaqaydım yerə. Sən qan salmağa gəlmişsən teatrda. Və yaxud bu məsələ neşidə mənim qardaşım uşaqları, hamısı dəliqanlı uşaqlardır. Gəlin mənim evimdə xəncərlər var. Xəncərləri götürüblər ki, gedib biz teatrda Füzulinin qanını tökəcəyik biz. Çünki Füzuli mənə deyir ki, mən səni öldürəcəm. Xeyir olsun. Sən məni öldürürsən, ha Füzuli. Sənin əyərləri, Elvin Dərrakın Stanislavski deyir ki, söymək hamı bacarar. Amma məsələni elmi cəhətdən, məntiqlə təhlil eləməyə buna idrak lazımdır, buna təfəkkür lazımdır, buna böyük savad lazımdır. Bu hadisi olub aprelin 4-ü. 7-si gün gecə görürəm ki, bütün saytlar yazıb ki, Akademik Milli Dram Teatrda iclasda xalq artisti Əlinuru aktyorlar döydü. Aktyorlar məni döydü. Hansı aktyor var idi orada? Orada deyirəm, əlində əsa, sözün əsl mənasında ağır yeriyən Rafiq Əzimovdur, Sabir Məmmədovdur, mənəm, bir də Füzuli Hüseynov. Başqa aktyor var orada. Bunu Mehriban Əkbərdə tutçu verir Qaynar Informa. Qaynar Informdan da bütün Azərbaycan sahibləri götürür, hamı qışqırır. Əlinuru döydülər, Əlinuru iclasda döydülər, aktyorlar döydü. Ay bala, ay sahib, bir mənə zəng elə, məndən soruş, bu işin məvlidir. İndi mən Ölkaz, İntiqam Valihoğlu, bir də Bahar Rüstəmlidir. Vermişəm məhkəməyə, hərəsinə 50.000 manat tənzimat qoyacam. Olmayan hadisəni yaydıqlarına görə o post ləğv olunmalıdır, bədii rəhbər postu. Direktor olmalıdır və ştatda 4-5 rejissor olmalıdır ki, işləsinlər. Aşıq Ələsgərin bir sözü var, onu deyirəm. Bir şair ki, ustadına kəm baxa, əlbəttə gözünə qan damar. Sənin gözünə qan damacaq Mehriban.